Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Dilarə Əliyeva Astarın YouTube layihəsində mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb. Xəbər verilir ki, onun sözlərinə görə Cabir İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib. Onun hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlarda Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dövrdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən, zarafatlar edirsən, deyib gülürsən, anlayan, anlamayan olur, götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olur. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki, necə münasibət bildirir, şərh yazırlar. Buna görə ona haqq qazandırıram.